yox, 21 saylı şeydə var, Mişdağda var idi. 21 saylı Günəş sanatoriyası idi, nə idi? Belə bir sanatoriya var idi. Orada böyümüşəm. Oradan da internatın Pükə xala var idi, texnik kişisi. Praçində işləyirdi. Oralar gəldi, 9 yan uşağı götürdülər, gəldilər bizi internat məktəbinə. Uşağın cinsiyyəti oğlandı. Sənətim düzgün olmadığı üçün işləyə bilmədim. Çatmadan özüm getdim. Həm səhətimdə biraz problem yarandı, ayaqlarımda ağrılar oldu, böyrəyimin ağrılar. Ona görə də işdən çıxası oldu. Həm sənətlərimə görə oxumamışsınız. Harada o? İnternetdən başqa heç yerdə oxumamışam. Ancaq internetdən oxumuşam, hayır, oxusaydı mənim təhsilimi... Hərbidə oxumuşam. Aşpazda oxumuşam, o da hərbidə üzrə. Hərbidə sertifikatı var. Özüm işləməliyim. Ana ata olardı yanımda, oxudardı, bir sənət əlimi bilərdim ki, işləmişəm ki, acından ölüm. Əməkdədən çıxdım, 6 ay, 7 aydan sonra göndərilə mənə əskər, aprel ayında. Getdim əskərliyə. Əskərlikdən çıxdım, gəldim, yenə iş. Yenə iş. Ana ata bir baxma, yanında olar, bacı qardaş, yanında olar, həyən olar, dəstək olar sənə. Getdim ögey qardaşım gidilə qalmağa, Allah'ın dozu, uşaqlar. Yoldaşı mənə elə üzülümlər verdi ki, zabordan tullanırım, Allah yiyirdi uşağı, körpü uşaqlar yiyirdi, qaban çörəyi də olan bir şey vardı, üst töpüyürdü, verirdi mənə. Utandığımdan yiyirdim, dedim, Allah'a qurban, mübərəkət. Zabordan tullanırım, evə qapım bağlı, elə olurdu 11-12 işdən gəldim, qapının dalına bağlı, məcburu zabordan tullanırdım evə. Nələr gördük, nələr eşitdik, nələr eşitəcəyəm. Allah mənim yaşadığım günləri heç bir bəndəsinə yaşatmasın. Heç bir bəndəsinə. Bəs qardaşım bilmirdi ayrıyım. Niyə bilmirdi, nə deyim ya, qurban olma. Mən heç vaxt çörəyə şey eləməmişəm. Neçə yaşın olardı? Liseydə gələndən sonra da. Əvvəl deyib gəlirdi, şey var idi, münasibət. Sonra da mənim məhkəmə işimi vurdular, allatdılar. Sənətlərimə görə, ay Cahil xanım, sənətlərimə görə işə çıxmalıyım, sənətlərim qaydasında cəriməm vardı yəni. Dövlətin rüsumunu ödəməliyim, xətt araşdırma ekspedisiyasının rüsumu. Məhkəmədə mən xeyrim ola Gilan Holdingə verirlər işi, mən uduzdum, xətt araşdırma ekspedisiyasının 202 manatda cəriməsini mənim üstünə yazıblar. Dünənki verilişlər YouTube'da da baxa bilərsiniz. Bir də Ahmedov səhifəsində paylaşılıb, bir də Seyran səhifəsində, orada da baxa bilərsiniz. Amin inşallah Yaska. Allah köməyiniz olsun sizin də. Öz uşağın ayağındadır, qurban Allah. İnşallah. Eləmi? Pis gün ömrü az olar. Elə ki, 10-15 maddi budur, 6 dənə sənətdə 60 maddi elə buna. 10 manat olardı, 15 manat olmaz ki. Nə qədər olacaq? 6 dənə sənədə. 15 manatdan hesablasan 60. Gəncədə şey gedirmiş, ora haradır? Biz 2 manatda çoxsan, Nara xanım, Allah razı olsun. Allah köməyiniz olsun, Nara xanım, kart. Salam polis qızı, Allah razı olsun, yaxşı olası. Sir. Bəxti taleyimə kədər verdi, bəxtsiz taleyimə kədər verdi. Şir var, Hüseyin. Allah sizin kimi ailəni qorusun. Amin Fariz qəmli, Allah razı olsun. Çox sağ minnətlər, xoş sözləriniz üçün Allah razı olsun. Kart mənim kartımdır, uşaqlar. Kart özünü yazıram, çıxmır. Yiyəndə uşaq bayaq biri yazmışdı. Bana yiyəndə uşaq kilo. Mən də demişəm, bütün gün bana bitdikcə alır gətirir yedidir. Demək sən bilirdin, eləmi? Çox sağ ol, Şir, gül üçün. Xoş sözlər üçün minnətdarım. Sən qız, çox sağ ol, təşəkkürlər. Sən şən qız, kart nömrəniz budur, oğlanlarım hərbi deyirəm. Allah can sağ ol versin oğlanlarınızı, Allah işlərini avan diləsin, Allah bütün hərbiçilərimizi qorusun. Amin. Salam Almaz xanım, şükür Allaha, yaxşı olasınız, siz necəsiniz? Yaxşı, həmişə yaxşı olasınız.
Salam, salam. Aleyküm salam. Bu qara profil şəkilli bir dənə nöqtə olan səhifə var. Ondan desək 2 dənədir. Biri yaxşı yazır, biri pis yazır. Onu desək 60 gedib. Valla bilmirəm. Bəli, biz deyirik. Mən Sirasiyadan həmişə baxıram. Can, Allah Allah razı can olsun. sağ olasın. Allah xaricdə yaşayan bütün vətəndaşlarımıza yaxşılar. Sizin Aşır bacı yazır gün axşam. Çox sağ ol Günay Abdullayeva. Allah razı olsun. Siz necəsiz? Yaxşı olasınız inşallah. Salam. Bütün bölgələrimizə Allahın salamı olsun. Xaric